Salam, hörmətli izləyicilər. Bugün yenə uşaqlar və biz verilişi ilə sizin qarşınızdayıq və uşaq rifahının meyarlarından biri idrak inkişafı və təlim nəticələri ilə bağlı müzakirə aparacağıq. Ümumiyyətlə, idrak inkişafı və təlim nəticələrinə bir sıra amillər təsir göstərir. Məsələn, kiçik yaşlı uşaqlarla valideynlərin birlikdə olan fəaliyyətləri, biraz böyük uşaqlarla valideynlərin onların öyrənməsinə olan dəstəyi, uşaqların ümumiyyətlə öyrənmə haqqında fikirləri, düşüncələri, davranışları, məktəbdə müəllim və uşaq olan münasibətlər, uşaqların olan münasibətləri və s. Bugün biz öyrənmə motivasiyası, yəni məktəbə qədər təhsil müəssisələrində və yaxud ümumi təhsil məktəblərində öyrənmə motivasiyası haqqında danışacağıq və bu müzakirədə bizim qonağımız Fərqanə xanım Seyidli iştirak eləyir və Fərqanə xanım uzun illər məktəbə qədər təhsil sahəsində çalışıb, hal-hazırda isə Şotlandiyanın Aberdeen Universitetində doktorantura təhsili alır. Xoş gəlmisiniz Fərqanə xanım. Çox sağ olun, dəvətə görə də xüsusi təşəkkür edirəm. İlk sualım belə olacaq. Sizcə xoşbəxt uşaq yaxşı öyrənə bilərmi? Bu sual siz başladınız çox kəskin. Onda mən də deyim, birinci qısaca deyim, bəli, olar. Amma xoşbəxt deyəndə nəyi nəzərdə tuturuq? Gəlin onu biraz açaq. Xoşbəxt uşaq, yəni belə deyək də, məsələn, mənə görə sevə-sevə gəlmək, istər məktəbə qədər təhsil müəssisəsinə, istər məktəbə, yəni sevərəkdən gəlmək, məcburi olmayaraq, yəni bu mənə görədir və yaxud mühitin olması ki, o mühitdə özünü rahat hiss eləyir və yaxud istər dostları ilə, istər müəllimləri ilə, yəni mənə görə təxminən, əslində uzundur, amma yenə mənə görə budur, sizə görə bu. Mən razıyam, siz çox doğru dediniz ki, sevərək məktəbə və ya bağçaya gəlməsi. Eyni zamanda da mən istərdim ki, bəzi məqamları da aydınlaşdıraq. Xoşbəxt deyəndə biz euforiyanı nəzərdə tutmuruq, aramsız, dayanmadan əyləncəni nəzərdə tutmuruq, həmişə nəsə bir tədbir edək, hansı bir hay-küy yaradaq, emosiyaları çox belə yuxarıda pikdə saxlayaq. Yox, xoşbəxt bunu nəzərdə tuturuqsa bu tam deyil, amma biz sakit, təmkinli, təhlükəsiz mühit nəzərdə tuturuqsa, rifah, yəni uşağın rifahını nəzərdə tuturuqsa, oradakı uşaq bilir ki, o görünür, bilir ki, ona dəstək var, bilir ki, onu qəbul edirlər və onun fəal olması üçün çalışırlar. Onu eşidirlər. Bəli, onu eşidirlər, onu dinləyirlər. Stres az olan mühitdə, bəli, bunu xoşbəxtlik adlandırsaq, rifah daha çox mən eyniləşdirirəm, yəni assosiasiya, xoşbəxt anlayışı burada daha çox rifahla assosiasiya olunur. Bəli, onda əlbəttə uşaqlar daha çox öyrənir və tədqiqatlar da onu göstərir ki, belə mühitdə oxuyan uşaqların öyrənmə göstəricisi 20-30% yüksəkdir. Bu bəlkə balaca gəlir bizə 20%, 30%. Amma əslində bu reallıqda çox böyükdür. Təsəvvür eləyin, 20-30 pay daha çox bilir və daha çox informasiya tutur və bu gündəlikdir. Siz təsəvvür edin, sonda bu necə böyük bir miqyas yaranır, kütlə böyüyür. Çox doğru vurğuladınız. Ümumiyyətlə belə deyək də, öyrənmə motivasiyası, yəni belə deyək, idrak inkişafı və təlim nəticələrinə təsir göstərən faktorlardan biri də öyrənmə motivasiyasıdır. Biz sözsüz ki, xarici motivasiya nəzərdə tutmuruq. Yəni hansı ki, bəzən valideynlər olsun, yaxud təhsil verənlər olsun, müxtəlif hədiyyələr və yaxud hansısa belə rəğbətləndirici, belə kiçik də olsa müəyyən bir məsələlər vəd eləyirlər. Bunu demirəm, amma belə deyək də, daha çox daxili motivasiyadan danışmaq istəyərəm ki, məsələn, adətən elmi araşdırmalar da göstərir ki, tutaq ki, uşaqlar o vaxt öyrənmək istəyirlər ki, onlar yeni faktlar öyrənmək istəyirlər və yaxud daha bilikli olmaq istəyirlər və yaxud bəzən uşaqların özlərinin maraq dairəsi olur ki, məsələn, uşaqlar var ki, yalnız heyvanlar haqqında maraqlıdırlar və onlara o kitabları alsan, onlar daha çox şey öyrənəcəklər. Yəni, müxtəlif səpkilər və bunu bilmək əslində niyə görə həm də
vacibdir, həm valideynlər üçün, həm təhsil verənlər. Çünki bunları biləndə uşaqların öyrənməsi üçün daha düzgün strategiyalar qursunlar. Və buradan irəli gələrəkdən belə bir sual vermək istəyərdim. Necə edək ki, uşaqlar qiymət üçün yox, məhz həyat üçün öyrənsinlər? Sizin fikrinizin davamı kimi həm də sizin sualınıza cavab verməyə cəhd edəcəm. Bu biraz uzaqdan başlayacağam. Siz dediniz ki, daxili motivasiyanı formalaşdırmaq. Əlbəttə ki, sözsüz ki, birinci xarici motivasiya olur. Biz onlara təsir edirik, onları hansı mənada qıcıqlandırırıq. Amma bu, siz dediyiniz daxili motivasiyaya keçməyəndə uşaq öyrənmir. Gəlin özümüzü yadımıza salaq. Elə indi də ömür boyu öyrənmə təhsilindəyik və ya uşaqların özü, müəllimlər öz təcrübəsini yadına sala bilər. Bizdə belə bir təsəvvür var ki, təlim odur ki, bir dənə bilən, bacaran, öz bu informasiyanı, məlumatı ötürür bilməyənə, bacarmayanda götürür onu, bilməyəndə götürür onu və belə öyrənir. Amma məsələn, elə məktəbə qədər üzrə gedim. Məsələn, balaca uşağa yaşıl rəngi öyrədirik. Həmin məşğələdə göstəririk bütün uşaqları. Bu nə rəngdir? Yaşıl rəngdir. Bu nə rəngdir? Yaşıl rəngdir. Gəl yaşıl rəngi tapaq, axtarırıq, tapırıq, ağaclarda göstəririk və uşaqlar deyir yaşıl rəngdir. Müəllimlər deyir, tamam, uşaqlar bilirlər yaşıl rəngi və mən bu dərsi keçdim və uşaqlar bunu bildi. Amma 2 gündən sonra onu unutmaq məsələsi biz onu var. təkrarlamasaq, biz o mövzuya qayıtmasaq, bir müddətdən sonra biz o rəngi göstərsək, qrupun bəzi uşaqları deyə bilməyəcək, bəlkə çoxsu deyə bilməyəcək. Yəni bu yaşdan da çox asılıdır. Demək, onda burada təlim prosesi tam getmədi. Biz nə ilə rastlaşdıq? Biz sadəcə yaddaşın funksiyaları ilə rastlaşdıq. Yəni uşaq yadında saxladı, operativ qısa müddətli yaddaşdı, onu yadında saxladı. Amma yaddaşın başqa funksiyası da var axı. O da unutmaqdır. Yəni bu təbii olaraq unudur həm də. Çünki ancaq yaddaşın funksiyası işlədi. Bax, daxili motivasiya olanda təkcə yaddaşın funksiyası işləmir. Orada uşaq həmin mövzunu yaşayır, hadisəni yaşayır, özünküləşdirir, mənimsəyir. O zaman biz dediyimiz təlim, həqiqi təlim baş verir. Bunun üçün bizə lazımdır ki, uşaq qiymət üçün yox. Bax, qiymət də əslində biz dediyimiz o xarici motivasiyanı formalaşdırır. O daxilə keçməyə qoymur. Qiymətin bu təhlükəsi var. Məsələn, 2015-ci ildə tədqiqat aparılmışdı və belə bir maraqlı tədqiqat idi. Bu kiçik məktəblilər üzərində olmuşdu. Məktəblilər üzərində bir qrup uşağa hadisəni danışırlar və cavabı almaq üçün soruşurlar. Uşaqlar cavab verə bilmir. Deyirlər, gələn dəfə sizə deyəcəyik. Gedin axtarın. İkinci qrupa isə cavabı soruşurlar. Uşaqlar cavab vermir. Və onlar deyirlər ki, əgər cavabı tapsanız sizə pul verəcəyik. Uşaqlar tapır, cavabı və uşaqlara pul verir. Hansı uşaqlar ki tapmayıb, amma artıq pul verilməyəcək də, o uşaqlar heç cavab axtarmadılar sonra. Heç axtarışa getmədilər, davam etdirmədilər. Amma birinci qrup gəlir bir neçə gündən sonra və onların müxtəlif cavabları olur və onlar o cavab üzərində müzakirə aparırlar və cavabdan yeni suallar doğur. Bu tədqiqat onu göstərir ki, xarici motivasiya əksinə öyrənməni ləngidir. Öyrənməni vərdiş formasına keçməməyə qoyur. Buna görə də çox yaxşı olar ki, biz daxili motivasiya üzərində, biz müəllim olaraq daxili motivasiya üzərində öz işimizi quraq. Yaxşı, bunu necə edə bilərik? Hansı üsullarla, hansı strategiyalardan istifadə eləməliyik? Burada əgər yaşından asılı olaraq, amma mənə görə bütün yaşda oyun ən uğurlu təlim formalarından biridir. Kiçik məktəblidirsə, məktəbə qədər yaşlı uşaqlardırsa, təbii ki, oyun. Baxmayaraq ki, bunun da mübahisəsi var. Bəzi alimlər deyir ki, aparıcı fəaliyyət növü deyil oyun, aparıcı fəaliyyət növü sadəcə fəaliyyət, fəallıqdır uşaqlarda. Amma böyük kəsim belə tanınıb, qəbul edilib ki, oyun aparıcı fəaliyyət növüdür və təlimdə də oyun aparıcı öyrənmə üsulu ola bilər. Niyə aparıcı fəaliyyət növü
öyrənmə üsuluna keçir. Bu barədə də ayrıca danışa bilərik. Əslində Fərqan xanım, burada üzr istəyirəm, sözünüzü kəsirəm. Oyun deyəndə biraz bunu belə deyək də, biz o qədər təkrarlanır ki, oyun əsaslı öyrənmə, oyun əsaslı öyrənmə. Bəzən o özünün əsas konseptini və əsas fəlsəfəsini itirir də. Əslində oyun deyəndə nəyi nəzərdə tuturuq? Yəni siz çünki yenə deyirəm, oyun sanki topla oynadım, yəni belə tullandım və s. Yəni müxtəlif oyun yenə deyirəm, özünün sanki əsas fəlsəfəsini itirib hərçənd ki, oyun çox önəmlidir. Yəni orada komanda ruhu var, orada problem həlli var, analitik düşünmə var və s. Amma yenə də bax siz oyun vasitəsilə öyrənmə deyəndə nə baş verir ki, orada həqiqətən onun vasitəsilə öyrənmə, o uzun müddətli yaddaş dediniz də, bayaqları qısa müddətli yaddaş, uzun müddətli. Yəni o uzun müddətli yaddaşa keçir. Necə baş verir? Yəni bu oyun deyəndə siz nəyə nəzərdə tutursunuz? Yaxşı, çalışım sadə dillərlə başa salım. Çünki bu əslində fizioloji hadisədir. Bu təkcə idraki hadisə deyil. Burada bizim bədənimiz reaksiya verir, bizim emosiyalarımız reaksiya verir, limbik sistem, alın payı, yəni o qədər kompleks və qəliz bir proses baş verir ki, bu oyunda baş verir. Niyə oyunda baş verir? Bunu başa salmaq üçün belə bir şey deyim. Biz oynayanda biz öz oyunun elə bil məqsədini öz ehtiyacımız kimi bilirik. Bu bizdə motivasiya yaradır. O prosesi yaşayırıq biz. Biz daxili tələb ehtiyacımızı ödəmək üçün əslində fəaliyyət göstəririk. Ümumiyyətlə biz beləyik. Biz acanda yemək yeyirik, biz yorulanda yatmaq istəyirik. Yəni bizim daxili ehtiyacımız bizim nə etməli olduğumuzu diktə edir. Biz buna qulaq asa bilərik, asmaya bilərik, o başqa söhbət. Amma biz bunu eşidirik. Oyun da bax bizdə ona oxşar bir ehtiyac yaradır içəridə. Məsələn, gizlənpaç oynayırlar. Uduzmamaq üçün səsini çıxartmır, gizlənir. Qaçdı tutdu oynayırlar. Bunu tutmamaq üçün var gücü ilə qaçır. Yəni daxili motivasiya onun fəaliyyətini yönləndirir. Bax buna görə oyun uşaqların düzgün öyrənməsinə, uşaqların dərin, həqiqi təlim keçməsinə imkan verir. Yəni sizin tapşırığınız deyək, sizin verdiyiniz mövzu, sizin verdiyiniz, təklif etdiyiniz bir mövzu onun daxili motivasiyasına keçir. Sanki yatmaq kimi, yemək kimi. Təsəvvür edirsiniz necə tamam başqa bir münasibət formalaşır həmin mövzuya. O onu mənimsəməyə çalışır. Ona görə ki, daxilində buna ehtiyac var. Bununla öz tələbatını ödəyir. Hansı tələbatını? Rahatlanmaq tələbatını. Onda elə ehtiyac yaranır ki, o başa düşür ki, hiss edir ki, mən bunu etməliyəm ki, rahatlanım. Necə biz yatmalıyıq ki, dincələk. Biz yeməliyik ki, doyaq. Bax, düzdür, eyni səviyyədə olan deyil, amma çox yaxın və anlamaq üçün, təsəvvür etmək üçün çox deyərdim, uğurlu müqayisələrdir ki, bu dərəcədə daxili motivasiyaya keçərək oyun uşaqlarda fəaliyyətə sövq edir. Ona görə uşaqlar saatlarla bir oyunu oynaya bilir. Bizə qəribə gəlir ki, uşaq elə saatla əlin suya qoyur, əli suya nəsə atır, üst başı istaqdır, üşümür, xəstələnmir, elə bu su ilə oynayır. Bax buna görə, necə ki biz daxili motivasiyaya keçəndə biz necə bunu ödəmək istəyirik tələbatımızı, uşaq da oyunda onu edir. Biz burada deyə bilərikmi ki, bu yaş kateqoriyalarına uyğun, məsələn, təkcə oyun yox, həm də bunu praktik fəaliyyətlərlə göstərmək, yəni hər hansı bir öyrənməni praktik fəaliyyətlərlə göstərmək. Çünki mən belə başa düşdüm sizin dediklərinizdən ki, oyun vaxtı müxtəlif emosiyalar yaranır. Və bizim adətən xatirimizdə qalan ya negativ, ya da müsbət emosional halda baş verən hadisələrdir əslində, elə deyilmi? Bəli. Yəni uşaqlıqda məsələn soruşanda ki, məsəl üçün də bağçaya gedəndə hansı epizod yadındadır? Yəqin ki, o epizod yadımızda qalacaq ki, hansı ki bizə ya müsbət, ya da negativ emosiya verib də və sizin də dediklərinizdən belə başa düşürəm ki, oyun vaxtı həmin o emosional halı uşaqların uzun müddət həmin informasiyanın, həmin məlumatın, həmin bilginin uzun müddət yadda qalmasıdır.
Amma belə deyək, yəni yaş kateqoriyasına uyğun olaraq oyun deyəkmi, yaxud fəaliyyətlərmi deyək, bunlardan necə misal göstərmək olar? Yəni necə göstərmək olar? Bəlkə bir praktik bir misal göstərək. Məsələn, əlbəttə ki, oyunların özləri belə, məsələn, biz bilirik ki, biz deyirik məktəbə qədər yaş dövründə, əslində kiçik məktəbli də buna aiddir. Bu 7-8 yaşa qədər deyək. 1 və 8 yaşa qədər deyək. Onlarda oyun öyrənmə üsulu kimi olduqca çox effektlidir, amma yaşa görə dəyişir. Məsələn, kiçik yaşda qaydalı oyunlar ola bilər. Bu 4 yaşlı uşaqlar nəzərdə tuturam, 5 yaşlı uşaqlar nəzərdə tuturam. Ondan biraz kiçik rollu süjetli oyunlar ola bilər. Və mən çox qəribədir ki, biz böyüyəndən sonra da yenə də rollu süjetli oyunlar ən effektli olur. Təlimdə yəqin ki, çoxumuz, siz də təlim demisiniz, mən də təlim demişəm və biz rollu süjetli oyunlarla bir çox məsələləri refleksiya etməyə kömək edirik iştirakçılara. Rollu süjetli oyun olur. Sonra intellektual oyunlar olur. İntellektual oyunlar da çox təsir edir. Ondan başqa fiziki oyunlar var. Yəni elə tutduğumuz qaçdı tutdu oyunu. Bunların hamısı, məsələn, nə qədər uşaq kiçikdirsə, bir o qədər fiziki hərəkətli bol olan oyunlar daha effektli olur. Mən çalışıram ki, heç birini termin olaraq adlandırmayım ki, ümumi təsəvvür və şəkil formalaşsın ki, uşaq nə qədər kiçikdirsə, onunla hansısa bir məlumat verəndə, bacarığı öyrətmək istəyirsə, qoy hərəkətli olsun, çoxlu hərəkətli olsun. Biraz böyükdürsə, məsələn, mən deyirəm 5 yaşlı, 6, 7, 8 yaşlı olsun, qoy özünün fikrini bildirən bir məsələ olsun, qoy münasibətini bildirən bir məsələ olsun. Elə tipdə bir ssenaridə oyunlar verin, onda o çox yaxşı oynayır. Böyükdürsə, ona da münasibət lazımdır, amma ona münasibətdən başqa ünsiyyət də lazımdır. Məsələn, yeniyetmələrə çox yaraşır, çox uyğundur onlara ünsiyyət formatında olan oyunlar. Və belə gedir. Yəni, bu biraz oyun qalır, amma biraz nüanslara fikir verərək biz düzəldə bilirik. Təlim üsulu kimi istifadə edirik, ömür boyu istifadə edə bilirik. Ümumiyyətlə, beynəlxalq qiymətləndirmələr var, bilirsiniz. Bunlardan biri də PISA-dır, hansı ki 15 yaşlar arasında keçirilir. Bu qiymətləndirmə proqramıdır və əsasən təbiət elmləri, yəni orada oxuyub anlama bacarıqları da ölçülür və orada belə sorğular aparılır və şagirdlər özləri o sorğulara cavab verir. Və orada maraqlıdır ki, sualların bir neçəsi məhz uşaqların sinifdə öyrənməyə olan münasibətini ölçür. Məsələn, orada belə bir suallar var ki, siz müəllimi dinləyirsinizmi? Yəni dərs prosesində və yaxud dərs prosesində səs-küy varmı? Davranışlar necədir? Yəni sinif yoldaşlarının davranışları və s. Yəni bütün bunların akademik nailiyyətlərə təsiri ölçülür. Və mənim üçün də maraqlıdır. Ümumiyyətlə müəllimlər sinif otağında təhlükəsiz və əyləncəli mühiti necə yarada bilərlər? Bu sual əslində əvvəlki danışdığımızın sanki yekunu kimi gəlir və ona görə də mən istərdim burada emosiyalara daha belə çox fikir verək. Çünki əslində bu emosional ünsiyyət hər iki tərəf üçündür. Burada müəllimin emosiyalarından da söhbət gedir. Burada müəllimin özünü necə hiss etməsindən də söhbət gedir və uşağa o hissi necə ötürməsindən də söhbət gedir. Niyə görə lazımdır, məsələn, dediyimiz o təhlükəsiz mühiti yaratmaq? Müəllim nəyi bilməlidir ki, o təhlükəsiz mühiti yaratsın və nəyin fərqində olmalıdır? Təhlükəsiz mühit uşaqlarda stresi azaldır. Müəllimin özündə də stresi azaldır. Kortizol hormonunu aşağı salır. Və bilmirəm necə səslənəcək, amma bizim elə bil yaşamaq uğrunda mübarizəmizi işə salmır. Biz bilirik ki, bizə təhlükə yoxdur və bizə təhlükə olmayandan sonra daha üst bir şeylər haqqında fikirləşə bilirik. Görən bu nədir? Təsəvvürün, biz nədənsə qorxuruqsa, biz çalışırıq gizlənək, görünməyək, səsimizi çıxartmayaq və mümkün qədər tez qutarsın. Mümkün qədər mən donum, neyniyimsə tez qutarsın və bu məsələ bitsin. Amma mənə rahat olanda mən göz gəzdirəcəm. Burada maraqlı bir şey var, bura baxaq. Bəs bu nədir? Mən bilirəm ki, mən əl vursam bu məni buna görə danlamayacaqlar və s. Və əlbəttə ki, mən öyrənirəm. Mənim öyrənməyim, kəşf etməyim mənim
təhlükəsiz olduğumu, təhlükəsiz mühitdə olduğumu göstərən siqnallardan, simptomlardan biridir. Və plus bura emosiyalar qatsaq ki, məni təəccübləndirir. Mənə bu maraqlı gəlir. Mənim onda diqqətim ora gedir. Ümumiyyətlə, elə də deyirlər ki, emosiyalar dərk etməni, sənə maraqlı gələn, sənə emosiya yaradan, sənin dərk etməvi formalaşdırır. Yəni, sən nəyə emosional reaksiya vermisənsə, sən elə o mövzunu da dərk edəcəksən. Sənin emosiyaların məqsədi nədirsə, sənin nəticən də o olacaq. Yəni, buna görə emosiyalar bizim idraki fəaliyyətimizi sanki istiqamətləndirir, naviqasiya rolunu oynayır. Və bizim yadımızda həm emosional, yəni limbik sistem, həm də alın payımız aktiv olanda, yəni idraki funksiyalarımız işə düşüb birləşəndə biz uzun müddətli yaddaşa çevirə bilirik. Bunu bacarığa, vərdişə çevirə bilirik. Və bir məsələ də çox vacibdir. Biz təhlükəsiz mühitdə öyrənməyə alışanda bizdə intellektual öyrənmə ehtiyacı formalaşır. Bəzi adamlar deyir ki, mən kitab oxumayanda özümü yaxşı hiss etmirəm. Və ya mən şahmat oynamayanda yaxşı özümü hiss etmirəm və s. Çünki onlarda artıq intellektual ehtiyac formalaşıb. Amma təhlükəli bir yerdə sağ qalmaq üçün sən Allah mənlə işi olmasın deyə Allah mən bunu verdim, öyrəndim. Və müəllim mənə toxunmadı buna görə və ya valideynim məni buna görə danlamadılar. Onda intellektual vərdiş formalaşmır. Yəni, gələcəkdə mənim öyrənmə ehtiyacı kimi mənəvi bir vərdişim formalaşmır. Bax, buna görə də uzun müddət üçün də təhlükəsiz mühit lazımdır. Və müəllimin özü üçün də bu lazımdır. Müəllim başa düşəndə ki, çünki mümkün deyil uşağa stressiz, təhlükəsiz vəziyyət yaradasan, amma özün təhlükədə və stressdə özü hiss edəsən. Bu, sənin özün üçün də lazımdır, sən özün üçün də işləyirsən bunu. Bu, iki tərəfli olduğundan əslində müəllim, burada əlbəttə ki, təkcə müəllimdən asılı olmayan bir şeylər var, bunu da başa düşürəm. Amma müəllimə aid olan, onun nəzarətində ola bilən məsələlər var. Məsələn, uşağı dinləmək, uşağın fəal öyrənməsinə imkan vermək, uşaqla fikir mübadiləsi aparmaq, daha çox birlikdə müzakirə edərək nəyisə əldə etmək, uşağın maraq və ehtiyaclarına biganə olmamaq. Məncə biz buradan valideynlərə də əslində biraz mesaj ötürə bilərik. Bu təkcə məktəb səviyyəsinə deyil, həm də məncə valideynlərə aid olan məsələdir ki, məsələn, hətta valideynləri belə aşır. Evdə daha çox məsələn də mən səni gəzməyə aparacam, otur bunu oxu deyə və yaxud bunu etməsən mən bunu sənə almayacam və yaxud bunu etməyəcəm demək əslində uşaqların o bayaq dediyimiz öyrənmə motivasiyasını aşırırsa, məncə sizin dedikləriniz həm də valideynlərə aid bir mesajlardır, elə deyilmi? Və siz çox doğru buyurdunuz və mən bir şey də demək istəyirəm, həm müəllimlərə, həm valideynlərə. Gələcəkdə bir adam olmayacaqsan, gələcəkdə belə olmaq üçün bunu etmək uzaq hadisələri uşaqlara bir motivasiya kimi verməyinizin heç bir əhəmiyyəti yoxdur. Çünki uşaqlar onu motivasiya görə bilmirlər. Sizin kömək edə biləcəyiniz məsələ əslində çox qəribə də olsa, sizin ona sadəcə dəstəkləmək ki, nə maraqlıdır, bilirsən necə maraqlıdır bu, mənə elə maraqlı gəlir, gəl bir yerdə baxaq və sən nə fikirləşirsən, bu necə məsələdir? O daha çox motivasiya verir uşağa. İndi baş verir. Çünki indi sizinlə ünsiyyətdədir. Nəinki gələcəkdə mən oxusam, hansısa bir nəyəsə nail olacam kimi strateji və ya uzun müddətli vədlərə uşaqlarda o siz arzu etdiyiniz istək və arzunu yaratmır. Həm də qorxutmaq məsələsi də var. Gəlin boynumuza alaq ki, qorxanda da biz öyrənik. Bu da emosiyadır, biz bunu öyrənirik. Amma yenə dediyim, bu yaxşı, qorxub öyrənmə mənə nə verəcək? Əlbəttə, amma hər uşaq da qorxudan öyrənə bilmir. Biz çox
qorxuruqsa, bərk qorxuruqsa öyrənə bilmirik. Amma yüngül qorxuda öyrənmək də dediyim kimi bizdə o uzun müddətli öyrənmə vərdişini yaratmır. Biz xilas olmaq və bizim xoşumuza gəlməyən, qorxduğumuz məsələdən də qaçmaq istəyirik. Yəni bir çox mən adamlardan eşidirəm ki, mən kitab ağlayanda başım ağrıyır. Mən kitab oxuyanda yuxum gəlir. Əslində bunun təcrübəsi, tarixi var. O qorxa-qorxa öyrənib. Və ona görə də psixika, bədən yadındadır bütün məsələlər və o qaçır öyrənməkdən. Ona görə də öyrədərək, daha doğrusu qorxudaraq öyrətmək cəhdi valideynlərdə də bəzən olur. Müəllimlərə deyirlər ki, çox da zəhmli deyil. Bu müəllim zəhmli deyil, ona görə uşaq yaxşı oxumur. Bu elə deyil. Təəssüf ki, belə sadə, belə düz işləmir təlim. Əksinə, çox uzun müddətli, çox belə dərin qatları olan bir prosesdir təlim. Təşəkkür edirəm Fərqanə xanım. Bugün məncə maraqlı bir mövzuya toxunduq. Daha çox öyrənmə motivasiyası, öyrənmə motivasiyasını təsir edən oyun, fəaliyyətlər, hansı ki müsbət emosiyalar yaradır və bu müsbət emosiyalar nəticəsində bizim uşaqların öyrənməsi artıq uzun müddətli bir yaddaşa çevrilir və həyat üçün lazım olan bacarıq və biliklərə keçir. Təşəkkür edirəm. Növbəti görüşlərə.